Doktor, süd vəzi ağrısı ən çox hansı səbəblərdən yaranır? Süd vəzi ağrısını yaradan səbəblər çoxdur. Bir çoxları insan üçün zərərsiz olan səbəblər olsa da, bəziləri isə çox ciddi xəstəlik səbəbindən olan ağrılardır. Ümumilikdə süd vəzi ağrıları yerli və irradiasiyadan ağrılar olur. Yerli olaraq ancaq süd vəzinin özündə baş verən dəyişkənlik səbəbindən olan ağrılar. Bunlar süd vəzinin iltihabı xəstəlikləridir. Süd vəzinin özünün dərisində hər hansı bir problem ola bilər, onunla bağlı ola bilər. Süd vəzinin yerləşdiyi böyük döş əzələsində hər hansı bir iltihabi proses varsa və yaxud da ki, çoxlu idman hərəkətləri və yaxud da fiziki işlə məşğul olubsa, bu zaman süd vəzdə yerli olaraq ağrı ola bilər. İrradiasiya edən ağrılar isə adətən qabırğaarası sinir ağrıları və onurğa sütununda baş verən dəyişkənlik səbəbindən olan ağrılar olur. Ümumilikdə süd vəzdə rast gələn ağrılar içərisində ən çox süd vəzi xərçəngi səbəbindən rast gələn ağrılar ən təhlükəli olanı hesab olunur və ağrıya da əsla dırnaqarası baxılmamalıdır. Çünki insanlarımız, vətəndaşlarımız arasında belə bir fikir var ki, ağrı varsa qorxma. Bu yanlış bir fikirdir. Çünki ağrı çox ciddi bir xəstəlik səbəbindən də ola bilir. Sadəcə olaraq həkimə gəlməlisiniz və həkim dəqiqləşdirməlidir ki, süd vəzinizdə olan ağrının dəqiq səbəbi nədir və nədən yaranıb.